Xurşudbanu Natəvan. Tiflis. Qafqaz canişininin malikanəsi. Xurşudbanu sükut içində ətrafı seyr edir. Knyaz Xasay iti addımlarla gəlib Xurşudbanunun qarşısına dayanır. Canişin cənabları indi buyurub sizi dinləyəcəklər, Banu bəyim. Xurşudbanu gülümsüyor. Mən sizin haqqınızda gözəl sözlər eşitmişəm. Bütün Azərbaycan sizinlə fəxr etməlidir. Təşəkkür edirəm, knyaz. Orta yaşlı, yaraşıqlı bir adam olan canişin otağa daxil olur. Xoş gəlmişsiniz, Banu bəyim. Sizi gördüyümə çox şadam. Rica edirəm, əyləşin. Xurşudbanu və canişin əyləşirlər. Sizin nəslinizə olan dərin hörmətimə əmin ola bilərsiniz, Banu bəyim. Əlbəttə, İbrahim xanın nəvəsinə, General Mehdiqulu xanın qızına hörmət hər kəsin borcudur. Eşitdiyimə görə siz həm də gözəl şairsiniz. Xurşudbanu razılıq əlaməti olaraq gülümsüyor. Mən Azərbaycanlıların igidliyinə heyranam. Ancaq təəssüf ki, belə cəsur xalqın yarısı sizdən ayrı düşüb. Bu bizim faciəmizdir, knyaz. Qədim bir tarixi olan Azərbaycan xalqı iki yerə parçalayıb qardaşı qardaşa ayırmaq ədalətli iş deyildi. Canişin söhbəti dəyişir. Sizin Tiflisə təşrif buyurmağınızın səbəbi mənə məlumdur, Banu bəyim. Mən çalışıram. Çalışıram ki, atanızdan qalan mülkün bir hissəsini sizə qaytarsınlar. Mən bütün mülklərimizin qaytarılmasını tələb edirəm, knyaz. Canişin zarafatyana deyir. Siz tək varissiniz. O qədər mülk nəyinizə lazımdır? Mən tək deyiləm, knyaz. Mənim yaşadığım Şuşa şəhərinin əhalisi hələ də şor su içir. Kəndlilərimizin uşaqları məktəbsiz, elmsiz, kitabsız böyürlər. Mən onlara heç bir kömək edə bilmirəm. Yaxşı, madmazel. Mən sizin xahişinizi olduğu kimi imperatora çatdıraram. Ümid edirəm ki, imperator İbrahim xanın nəvəsindən öz köməyini əsirgəməz. Diqqətiniz üçün minnətdaram, knyaz. Sizə yaxşı yol, madmazel. Şuşa. Xurşudbanunun malikanəsi. Həyətdə xeyli insan toplaşıb. Xurşudbanu onların qarşısında dayanıb. Bir kişi sevinclə deyir. Çox sağ olun, Banu bəyim. Gür meşələrin, sərt qayaların, uca qalalardan bulaq çəkdirdiniz. Bu bulaq gələcək nəsillərə sizdən unudulmaz bir yadigardır. Xurşudbanu cavab verir. Mən əminəm ki, gələcək nəsillər elə kiçik bulaqlarla kifayətlənməyəcək. Digər kişi cavab verir. Varını verən utanmaz, Banu bəyim. Siz əlinizdən gələni xalq üçün əsirgəmədiniz. O kiçik bulaq gecə-gündüz sizin şərəfinizə nəğmələr oxuyacaq. Xurşudbanu deyir. Bulağın açılışı münasibəti ilə sabah bütün şəhər əhalisi mənim qonağımdır. Bu axşam isə siyahı üzrə bütün kasıblara şirniyyat, düyü və yağ paylansın. İlyas Əfəndiyev.